Yadınızdadır bu Yaqub qaynatasının evindən qaçanda qaynatası onların dalacan düşür və deyir ki, mənim evdən bütlərimi oğrayıbsınız. İndi olsaydı yəni deyəcəkdi ki, mənim telefonumu hara aparıbsınız. Ya nə bilim Wi-Fi-ın kodunu hara oğrayıbsınız, ya adapterimi hara aparıbsınız. Hə? Eyni bütdür də. Eyni bütdür. Amma biz bunu təbii ki, büt adlandırmırıq. Kim buna büt deyər? Heç kim. Amma baxın, Allahdan başqa nəyə daha çox vaxt ayırırsansa, bu sənin bütündür. Allahdan başqa nəyi çox sevirsənsə, bu sənin bütündür. Təbii ki, heç kim boynuna almaz ki, o telefonunu Allahdan çox sevir. Amma İsa Məsih deyir ki, onları bəhrələrindən tanıyarsınız. Təbii ki, sən deyə bilərsən, yox, mən hər şeydən çox Allahı sevirəm. Amma bax gör, sən daha çox Allahın kəlamını oxuyursan, yoxsa telefona baxırsan.